Hamza salam dostlar. Bugünləri video çox geç oldu. Saat 11'de indi. 12 işləyib. Dedim bugün de video atım. Toyuqlar artıq çıxıb yatıblar. Bugünlerde toyuqlardan 6 yumurta almışam. Artıq yumurtlamağa başlayıblar. Bugünlerde toyuqlara qurd dərmanı verdim. Və yeni aldığım bit dərmanını səpdim. İndi baxacağım bit qalıb yoxsa qalmayıbsa. İşıq aldım. Fenerle bakacağım. Bitler qalıb ölməyiblər hələ. Hələ ki 2 bit gördüm. 3-cü bit, 4-cü bit, 5-ci bit, 6, 7, 8, 9 bit çoxdur, ölməyiblər. Belki de ölüblər, qalıblar çoxsu. Bitdən qurtulmaq çox çətindir. Bitlerdeki bir yayıldı. Kökün kəsməyi çətin olur, çox çətin olur. Bu körtündə neçə günü qalıbsa yazarsınız yorumlarda. Altında bunun yine bir qaz yumurtası var. Yine qaz bir yumurtanı sındırıb. Artıq qazdan əlindən bezdim. Altında 3 yumurta qaldı. Çox vəhşi qazdı. Yuvaya tullanıb oturur. Bu qaz qalıb oturmalı. Bu da otursa. Daha baxan deyiləm. Özü bilər necə oturursa, neçə yumurtlayırsa. İndi axşam otura bilirəm. Yumurtlamağa da otura bilər, kürt otura bilər. Yəqin ki yumurtlamağa oturub. Kürt otursa da 3 yumurtanı oturar. Bu qaz da yəqin ki yenidən yumurtaya başlayacaq. Baxın, bunun altında 3 yumurta qalıb. O da 3'ü de doludur. Ne çıxar. Cəhənnəmə daxil. Da baxan deyiləm. Önəm göstərən deyiləm da. Sındırır, qırır, özü bilər. Əsəblərim pozuldu. Hər gün bir yumurta sındırır. İndi baxaq 3'ündən neçəsi qalacaq və yaxud qalacaqsa. Cücələrin işığın büyünləri qırıldı, düzəltə bilməmişəm. Fenerlə göstərəcəm. İşıqsız qalıblar, tez yatıblar bu günləri. Toyuqlarında suyu qutarıb, sabah verirəm suyu. Büyünləri bunları qurd dərmanı verdim hamısına. Təkcə bu boyun tüksüz xoruza vermədim, çatmadı. Daha doğrusu çatırdı amma hündüşkalara verən deyildim. Amma hündüşka bicli eləyib, atlanıb qurd dərmanı yedi. Bu toyuğa xoruza çatmadı. Bu hündüşka oldu. O da erkeğe verdim. Bu da ikisi dişi qalırdı. Bit dərmanı qurtarmışdı. Bu da ki tullanıb yedi. Bunu payın. Bu hündüşkadan baxılır. İndi ördeğin altında da 4 tane qaz yumurtası var. İndi 3 tane də ördək. Ördeğe %100 əminəm ki çıxartacaq. Amma ki qaz yumurtalarına heç bir əminlik vermirəm. Baxaq körtün yuvasında bit var mı?
görməmişəm heç bit. İndi baxım bu günləri varsa bit çətin olar. Yoxdur bit. İndi salyarka yani neft tökəcəm. Yorumlarda yazarsınız neft biti qovur və yaxud öldürürmü? İndi neft tökəcəm. Daha doğrusu siz yazın. Bilim ki işe yarayır, yoxsa boş-boşuna tökməyim. Bu toyuqlar da burada yatırlar. Bütün yeşin üstünü batırırlar. Mən qovuram. Öz tünellərində yatsın. Yəqin ki bitə görə gedib yatmırlar orada. Bitdəki neçə dəfə dərman tökdüm, yenə ölmürlər. Bitlər qaynayır burada. Çoxdur bit. Taxta bitindən tutmuş toyuq bitinə qədər var. Bitdəki taxtada en qədər olur. Taxtadan yatmaq yerləri, tünelləri yəni. Kefləsiz yəni bitdən. Bit dolduracaq bütün. Baxın bu tüneyin üstü bit içindədir. Baxın videoda da düşür. Qırmızı bitlərdir. Toyuqlarda da mütləq bit var. Bu qədər bit varsa hində də olar. Bit dərmanı bu günləri bura çox tökmüşəm. Amma yenə təsiri yoxdur. Bilmirəm nə edəcəmsə. Son çarə neft qalıb. Onu da yoxlayıb baxacağım. Bu arada dostlar, bu xoruzun ayağına belə ayaqqabı düzəltmişəm ki ayağı açıq qalsın. Hələ ki bir problemi yoxdur. Ayaqqabı deyim, ayaqqabısına rahat gəzir. Yoxsa ayağı yumruq formasında tutub gəzirdi və ayağı qanlayırdı, zədəl alırdı. Buna görə də ki ayaqqabı taxdım, yəni ayaqqabı düzəltdim. İndi düz basır ayağın, yəni açıq qalır. İndi ayaqqabı çıxartandan sonra düzələrsə onu bilmirəm, çıxartmamışam. Çıxartmaq da fikrim yoxdur, qoy qalsın bir həftə. Sonra baxacağım ki düzəlib yoxsa yox. Belə də iş görür. Dedim əvvəl, bəlkə iş görməz. İş görməyən xoruz da hində qalmır. Yəni lazım olmur daha doğrusu. Xoruzun bir işi var, o da ki iş görməyidir. Bu da olmayandan sonra xoruz çox da ehtiyac yoxdur. Çoxu elə bilir ki xoruz olmasa toyuq yumurtlamır, amma ki toyuq xoruz olmasa belə yumurtlayır. Xoruz təkcə cücə üçün, yəni bal almaq üçün lazımlıdır. Xoruz olmasa da toyuq yumurtlayır. Axı yenə hündüşkə dolaşmaq istəyir. Bu ağ toyuqla prinsipi var, ancaq bu ağ toyuğu daha çox döyür. Xoruz da oradan üstünə gedir. Bugünlerde geç oldu diye video çok uzun olabilen değil video. Ördəyin erkeği hardadır? Erkek ördəyi hardadırsa? Yağın qazların yanında qalıb. Yoxdur burada da. Hardadır bu? Erkek ördəyi yoxdur. Hara girib bu erkek ördəyi? Erkek ördəyi yoxdur. Bayırda qalıb bu. Hardadır bəs bu? İndi fikir verirəm, erkek ördəyi yoxdur. Hə, var. Qorxdum. Dedim bayırdaqlar itlər yeyər. Buradadır. Dedim bayaqlar gözümə dəydi. Dedim yəqin səhv görmüşəm. Bayırdaq alanda heyvan yoxa çıxır.
Ya tilki yiyir, ya itler, ya da ki çakallar olur çok. Bu aralar görmemişim daha, ne yalan diyeyim. Gelmeyip bu tərəflərə. Həm də ki çəpər var deyə keçməz deyə düşünürəm. Heyvan olmadığı üçün. Heyvan olsa çəpəri cırıb da keçər. Baxın, toyuqlar bitlər olduğuna görə qaşınırlar. Bu bitlər də keçən ildən bu yana başlayıb gəlməyə. Bu neçə ildir. Neçə il deyim, ömrümdə görməmişdim bit. Keçən ildən başlayıb bu bitlər nəsli devam edir. Kəsib qurtarmadıq bu nəslin. Onlar da biri qaldısa yumurtlayıb çoxalırlar. Kökün kəsmək qeyri-mümkündür. Videonun da burada sonuna gələk. Kanala abunə olub, like atmağı və yorum yazmağı unutmayın. Və yorumlarda da neftin biti öldürdüyünü öldürürsə yazın. Sağ olun dostlar, özünüzə yaxşı baxın.